Çöl qatır quyruğu və cəfəri toxumun birləşdirib dəmləsəz, ödəm və şişkinliyinizi azalda bilərsiniz. Atşabaltı və Asya sentellasını birləşdirib dəmləsəz, varikoz damarları və selülit riskini azalda bilərsiniz. Üzüm yarpağı və qaragilə yarpağını birləşdirib dəmləsəz, damarlarınızı qoruya bilərsiniz. Məkkəgülü və itburnunu birləşdirib dəmləsəz, ayaqlardakı ağırlıq hissini azaldıb bədəndəki mayeni balansda saxlaya bilərsiniz. Bədrənc, istiotlu nanə və soğan qabığını birləşdirib dəmləsəz, köf və şişkinliyinizi azaldıb həzminizi rahatlaşdıra bilərsiniz. Kanur drenaj çayını dəmləyib içsəz isə bütün bu problemləri eyni anda aradan qaldıra bilərsiniz. Çünki məhz kanur drenaj çayının tərkibində bütün bu saydığım bitkilər var və gün ərzində 2-3 dəfə sadəcə 1-2 paket dəmləyib içməyiniz kifayətdir ki, ayaqdakı artıq mayeni, şişkinliyi, bədəndə olan ödəmi atmağa kömək eləsin, limfa dövranını aktivləşdirsin, sizin özünüzü yüngül hiss eləməyinizə köməklik göstərsin və varikozun, selülitin yaranması riskini azaltsın. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni takip edib ekrandakı ürəyi qızartmağı unutmayın ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balabanlar hər zaman sağlam qalasınız.